Gör nə deyirəm, mənə bir dənə də qaranlıq qalan mövzu var. Nə vaxtdan da müştərilərlə də danışıram. Müştərilər danışır, deyir ki, qardaş, yaxşı, mən sən deyəndən razıyam. Prosta bir dənə qorxuları var. O da nədir? Onu da sənə deyir. Hə? Nə danışırsan sən? Elə ora fırlayacam da temanı. Gömrüyü, giriş gömrüyü bas. Naxadı birinci. Birbaşa uzaq danışır. Sonradan uzaq. Birinci gömrüyü işləyib sonra uzaq. 2, 1, getdi. Gör nə deyirəm, səndən bir məsələ barədə də məlumat alım. Nə vaxtdan müştərilərlə danışıram, yəni aktual mövzudur gömrük məsələsi. Müştəri mənə yazır, danışırıq falan filan da, yəni heç nə deyir, əla qardaş, mən sənə razı. Prosta bir dənə problem var ki, yəni konkret olaraq bu barədə məlumatlar yoxdur. O da ki, gömrük məsələsidir. Deyirlər ki, gömrüyü bu yanvar ayından qalxacaq. Prosta müştəridə qorxu yaranıb ki, bu gömrük 2000, 3000, yəni böyük summada bir qalxış görəcək. Belə bir şey deyim də, sən gömrük hansı iki qərar var da gömrükdə. Biri 7 il 10 il söhbətidir. Biri də ki 3 ilə kimi olan maşınlarda ƏDV söhbətidir. Sən hansından maraqlanırsan? Sən elə ikisi barədə də mən qısa olaraq məlumat ver, çünki hər iki problemlə də mənə yanaşan müştərilər var. Əgər müştərinin aldığı maşın, məsələn deyirəm, 2016-17-nin maşınıdırsa, yəni 7 ildən 10 ilə qədər olan maşındırsa, mühərrikin belə həcminə görə qiymətlər dəyişilir. Məsələn deyirəm, müştərinin aldığı maşın 2 motordursa, onda hardasa 180 manat benzində, 300 manat da dizeldə fərq eləyəcək. Amma aldığı maşın 3 motordursa, onda hardasa 1500 manat, 1600 manat belə qiymət fərqi olacaq. Onda yəni köhnə gömrüklə. Deyə bilərik ki, yəni bu yayılan şayələr, yəni elə şayə kimi də, yəni real. Yəni 5000, 10000 deyə bir şey yoxdur. 2000, 3000, 4000. Elə bir şey yoxdur. Aşağı motorlarda o qədər fərq eləmir. Bir şey ki, bu dəqiqə ən çox gətirilən maşınlardan biri Range Roverdir. Yəni onda $1000 fərq eləyəcək. Məncə o boyda sunmalıq maşında $1000 böyük bir şey deyil. Bəli. Amma məsələn deyirəm, o 3 ilə qədər olan hibrid məsələsi var ya, ƏDV məsələsi. O əməlli başlı qiymət fərq eləyəcək. Məsələn, bu günləri 2024-ün Grandeur'unu gətiririksə biz 1.6 hibridlə rastlaşması 4000 manat, 4500 manatsa, yanvardan sonra olacaq 12000 manat təxmini. Onda belə deyək, hibridlərdə ciddi fərq var, ancaq ki, digər mühərriklərdə yəni elə də ciddi fərq yoxdur. Aydın, minnətdarım. Çox sağ ol.